Əssəlamu aleykum və rəhmətullah. Deməli, bir hədis danışacağım. Çox dəhşətli bir hədisdir. Hansı ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, diqqət edin, kafir bu dünyadan köçdükdə, qəbirdə Allah ona 2 mələk göndərər. Səsi hər şeyi vəlvəliyə gətirən göy gürültüsü kimi, dişləri maral boynuzu kimi, nəfəsi alov kimi, mömindən başqa heç kəsə rəhm etməyən əllərində cəhənnəmdən gətirilmiş kəfən, Münkər və Nəkir gələr. Hamımızın bildiyi bir mələkdir. İmunda ruhçıq, kafirin ruhu bədənindən dəmir uzlu əsa yaş yundan çıxdığı kimi əziyyətlə çıxar. Rəbbin kimdir, dinin nədir, Peyğəmbərin kimdir? O bilmirəm deyər və cəhənnəm libası ona geyindirilər. Cəza olaraq onun qəbri o qədər daralar ki, hətta qabrıqaları bir-birinə keçib onun şaqqıltısının səsi gələr. Sonra onun yanına mundar libaslı, mundar geyimli və çox pis iyi olan gəlib deyər. Bu gün gəlmişəm ki, sən qəmgin və məyus olacaqsan. Sənə vəd olunmuş bir gündür. Kafir təəccüblə, sən kimsən, sifətindən zəhrimar yağır. O deyər, mən səni bu dünyada pis əməlinəm. Mən səni həmişə Allahın əmrlərini yerinə yetirməyən və Allaha asi olan gördüm. Əməllərinin müqabilində Allahın sənə olan cəzasıdır. Onun yanına kar, lal və kör cəllad gələr, əlindəki dəyənəklə, hansı ki, o bu dünyada dağ vursaydı, dağ toz dənələrinə dönərdi. Onunla kafiri vuraraq, onun fəryadı, qışqırığı insanlar və cinlərdən başqa hamı eşidər, hətta dənizin dibindəki balıqlar belə. Peyğəmbər sallallahu buyurur ki, əgər onu insanlar və cinlər eşitsəydi, onun çəkdiyi əziyyəti, fəryadını insanlar dəhşətə gələrdi. Allah Taala bizi qəbir azabından qorxsun, salih əməl etməyi bizi nəsib eləsin.